Salam uşaqlar, bugün dimlə işləyirik və bizim 20-ci mətnimizdə, audio mətnimizdə 11-ci sinifə aiddir. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Gəlin başlayaq. Памятник Пушкину. Уважаемые дамы и господа, мы с вами находимся на одной из самых красивых площадей Москвы, на Пушкинской площади. Перед нами памятник великому русскому поэту Александру Сергеевичу Пушкину. Монумент, который вы видите перед собой, первый в России памятник Пушкину. И поставили его не в Петербурге, где поэт долгое время жил и где он умер, а в Москве. Дело в том, что с Москвой связаны вся жизнь и творчество Пушкина. Пушкин любил Москву. Сразу после его смерти в Москве решили поставить памятник поэту. Но правительство России было против, потому что в те годы памятники ставили только царям и военным. Только через 23 года после смерти поэта царь Александр II разрешил поставить памятник Пушкину. В конкурсе на лучший проект приняли участие самые известные скульпторы и архитекторы России. Победил талантливый скульптор Александр Опекушин. На открытии монумента выступали известные русские писатели Иван Тургенев, Федор Достоевский и другие. И теперь каждый год 6 июня, в день рождения Пушкина, к памятнику приходят сотни москвичей и гостей столицы. Поэты читают стихи, говорят о Пушкине, о Москве, о России. Gəlin indi tərcümə edim sizə mətni. Puşkin abidəsi. Hörmətli xanımlar və cənablar, biz sizinlə Moskvanın ən gözəl meydanlarından birindəyik. Puşkin meydanında. Qarşımızda böyük Rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi var. Gördüyünüz bu abidə Rusiya Puşkinin ilk abidəsidir və onun şairin deməli uzun müddət yaşadığı və öldüyü Peterburqda deyil, Moskvada ucaldıblar. Məsələ burasındadır ki, Puşkinin bütün həyatı və yaradıcılığı Moskva ilə bağlıdır. Puşkin Moskvayı sevirdi. Onun ölümündən dərhal sonra Moskvada şairə abidə qoymaq qərarı verildi. Lakin Rusiya hökuməti buna qarşı idi. Çünki o illərdə deməli abidələr yalnız çarlara və hərbçilərə qoyulurdu. Şairin ölümündən düz 23 il sonra çar deməli 2. Aleksandr Puşkinə abidə qoymağa icazə verdi. Ən yaxşı layihə üçün keçirilən müsabiqədə Rusiyanın ən tanınmış heykəltaraşı və memarları iştirak edirdilər və istedadlı heykəltaraş Aleksandr Opekuşin qalib gəldi. Abidənin açılışında tanınmış Rus yazıcıları Ivan Turgenev, Fyodor Dostoyevski və başqaları çıxış etdilər. Və indi hər il iyunun 6-sında Puşkinin doğum günündə yüzlərlə Moskvalı və paytaxtın qonaqları abidənin yanına gəlirlər. Deməli, şairə şiirlər oxuyub, Puşkin, Moskva və Rusiya haqqında danışırlar. Belə, və gəlin indi keçək bizim suallarımıza. Так, 115 вопрос. Определите основную мысль текста. Yəni, əsas ideyası. Söhbət nədən gedir? Burada история создания памятника Пушкину. Yəni, Puşkin abidəsinin yaranma tarixi. Bax, elə A variantıdır. Deməli, bizdə əsas ideyadır. 116-da. Укажите верное утверждение по тексту. Uşaqlar, verное, yəni mətnə uyğun. Biri var neverное, uyğun olmayan. Amma verное, həmişə şərhi diqqətlə oxuyun. Deməli, известные русские писатели выступали на открытии памятника Пушкину. Deməli, deyir ki, Puşkin abidəsinin açılışında məşhur Rus yazıçılar çıxış edirdilər. Düzdür. Так, известные русские выступали на открытии. Да, правильно.
116'da bu düzdür. Первый памятник Пушкину в России поставили в Петербурге. Hayır, bu düz gelmedi. Памятник поставили сразу после его смерти. Нет. Так. Aha. Deməli, A variantı 116'da düz variantı mətnə uyğundur qalanları, çünki uyğun deyil. Burada yazıb ki, çünki burada, məsələn, Puşkinin ilk abidəsi Rusiyada ucaldılıb, deməli, в России, Rusiyada. Puşkinin в России, pasda Peterburgda deyir ki, Rusiyada, Peterburgda. Deməli, abidəsi ucaldılıb, ondan sonra памятник Пушкину поставили сразу после его ölümündən sonra dərhal ucaldı. Yox. Вся жизнь Пушкина была связана только с Петербургом. Deyir ki, Пушкinin bütün həyatı yalnız Sankt-Peterburgla bağlı idi. Elə deyil. Пушкин недолго жил в Петербурге. Пушкин deyir, çox yaşamadı Peterburgda. Düzgün deyil. 117'de. Определите верный ответ на вопрос, почему правительство России не разрешало ставить памятник поэту в Москве. Deyir ki, nəyə görə, deməli, Puşkinin, belə deyək də, abidəsini Rusiya hökuməti, belə deyək də, icaza vermirdi. Nəyə görə? Biz də bilirik ki, həmin illərdə çarların və hərbiçilərin şərəfinə abidələr ucaldırdı deyə ona görə qoymurdular. Deməli, памятник в те годы воздвигали в честь только царей и военных. Ona görə qoymurdular. Так, 118. Напишите ответ на вопрос. Почему памятник Пушкину поставили в Москве? Deyir ki, Puşkinin deməli, niyə deyir Moskvada ucaldıblar Puşkinin abidəsini? Çünki Moskva ilə bağlıdır da onun həyatı və deməli, belə deyək də, onun yaradıcılığı da ona görə. Gəlin indi onu da tak şəkildə yazaq. Потому что с Москвой связана вся жизнь и творчество Пушкина. Deyə bu şəkildə. Так, дополните предложение словами из текста. Каждый год 6 июня у памятника Пушкину можно встретить. Deyir ki, hər il iyunun 6-sında Puşkinin abidəsində kimi görə bilərsiniz? Əlbəttə ki, москвичей и гостей столицы. Напишите одно прилагательное из тех, за которые характеризует слово проект. Proyekt layihədir də. Məsələn, лучший proyekt. Лучший proyekt. Bax, bu şəkildə cavab veririk. Belə uşaqlar, sağ olun. Görüşərik.